Salam, bürclər aləminin ən zərif, ən xarizmatik, hər zaman ədalət, gözəllik və harmoniya axtarışında olan, ətrafına daxili bir tarazlıq yayan əziz tərəziləri. Bu həftə sizin üçün sanki həyatınızın fərqli sahələrini bir tərəziyə qoyub, o çoxdan axtardığınız ideal balansı tapmaq, münasibətlərinizi şəfa vermək və peşəkar həyatınızda parlaq zirvələrə doğru addımlamaq üçün möhtəşəm bir fəza bələdçisidir. İdarəçi planetiniz olan gözəllik, sevgi və estetika ilhamçısı Veneranın bu həftə göy üzündəki mövqeyi sizin o təbii cazibənizi, diplomatiya qabiliyyətinizi və insanları birləşdirmək istedadınızı maksimum dərəcədə stimullaşdıracaq. 15 iyun bazar ertəsi səhərinə gözlərinizi açdığınız andan etibarən daxilinizdə həm böyük bir yaradıcılıq enerjisi, həm də gələcəyə dair ümidli bir baxış bucağı hiss edə bilərsiniz. Həftənin ilk günü adətən insanlar üçün gərgin keçsə də, siz öz daxili sülhünüzü qoruyaraq iş mühitinə çox müsbət bir hava gətirəcəksiniz. Bazar ertəsi günü xüsusilə ortaq layihələr, komanda işləri və ya tərəfdaşlıqlarla bağlı məsələlər ön plana çıxa bilər. İş yerində yaranan bəzi fikir ayrılıqlarında sizin o məşhur ədalət hissiniz və tərəfsizliyiniz hər kəs tərəfindən təqdir olunacaq və siz bir növ sülh elçisi rolunda çıxış edəcəksiniz. Günün ikinci yarısında karyeranız və ya sosial statusunuzla bağlı mühüm bir xəbər, bəlkə də yeni bir əməkdaşlıq təklifi qapınızı döyə bilər. Bu təklif ilk baxışdan sizə biraz məsuliyyətli görünsə də, potensialınızı nümayiş etdirmək üçün əla fürsətdir. Axşam saatlarında isə günün gərginliyini üzərinizdən atmaq üçün estetik duyğularınızı oxşayan bir məşğuliyyət seçmək, musiqi dinləmək və ya evinizin dekorasiyasında kiçik, lakin gözəl bir dəyişiklik etmək ruhunuzu dincəldəcək. Həftənin ikinci günü, yəni 16 iyun çərşənbə axşamına qədəm qoyduqda isə fəzanın enerjiləri daha çox maliyyə məsələlərinə, ortaq büdcəyə və maddi təhlükəsizliyinizə yönələcək. Bir tərəzi olaraq siz həyatın maddi tərəflərini də estetik bütövlüyün bir parçası kimi görürsünüz, lakin bugün ulduzlar sizə xərclərinizə qarşı daha rasional və planlı olmağı xatırladır. Ola bilsin ki, bank işləri, vergilər, sığorta və ya keçmişdən qalan bəzi borc alacaq məsələləri gündəmə gəlsin. Sənədləşmə işləriniz varsa, hər bir xırda bəndi diqqətlə oxuyun, çünki bugün diqqətdən qaçan kiçik bir detal sonradan sizə əlavə zəhmət yarada bilər. Günün ortalarına doğru yaxın bir dostunuzla və ya tərəfdaşınızla maddi mövzularda bəzi danışıqlar apara bilərsiniz. Bu müzakirələrdə öz haqlarınızı qoruyarkən qarşı tərəfi də incitməyəcək o incə diplomatiyanızı mütləq işə salın. Eşq həyatınıza gəldikdə isə bu çərşənbə axşamı daxili cazibənizin yüksək olduğu bir gündür. Münasibəti olan tərəzilər partnyorları ilə çox dərin və səmimi bir emosional bağ qura bilərlər, qarşılıqlı güvən hissi aranızdakı bütün şübhələri yox edəcək. Subay tərəzilər üçün isə bugün sirli, xarizmatik və intellektual baxımdan diqqət çəkən bir insanla tanışlıq ehtimalı var. Axşam saatlarında çox ağır qidalardan uzaq durmaq, yüngül bir şam yeməyi və bitki çayları ilə bədəninizi dincəltmək sabahki gün üçün enerjinizi qorumağa kömək edəcək. 17 iyun çərşənbə günü gəlib çatdıqda, həftənin tam ortasında emosional dalğalanmalar və daxili dünyanızla dialoq prosesi ön plana çıxa bilər. Ayın bugün tutduğu mövqe sizin şuuraltınızı işıqlandırır. Bu isə o deməkdir ki, uzun zamandır içinizdə bastırdığınız bəzi qorxular və ya narahatlıqlar yenidən səthə çıxa bilər. Səhər saatlarında özünüzü biraz yorğun, bəlkə də insanlardan təcrid olunmaq istəyində hiss edə bilərsiniz. Bu duyğunu mənfi qarşılamayın, əksinə özünüzə zaman ayırmaq və ruhunuzun batariyasını doldurmaq üçün bir fürsət kimi dəyərləndirin. İş mühitində pərdə arxası bəzi intriqalar, dedikodular və ya manipulyasiya çitləri ilə qarşılaşa bilərsiniz. Sizin ən böyük gücünüz bu cür xaotik mühitlərdə neytrallığı qorumaqdır. Heç bir qütbə qoşulmayın və yalnız öz işinizə fokuslanın. Günün ikinci yarısında yaradıcılıq, incəsənət, yazı pozu və ya tədqiqat işləri ilə məşğul olmaq üçün möhtəşəm bir ilham dalğası gələcək. Əgər hər hansı bir sənət növü ilə maraqlanırsınızsa, daxili emosiyalarınızı sənətə çevirmək sizə inanılmaz bir katarsis, yəni mənəvi təmizlənmə bəxş edəcək. Axşama doğru ailə daxilində və ya yaşadığınız evdə sülhü bərpa etmək, valideynlərinizlə və ya yaxınlarınızla isti bir söhbət etmək daxili güvən hissinizi yenidən bərpa edəcək və sizi növbəti günlərin aktivliyini hazırlayacaq. Həftənin bəlkə də ən işgüzar, dinamik və sizin üçün uğurlu günlərindən biri olan 18 iyun cümə axşamı günü isə tamamilə fərqli bir enerji ilə gəlir. Göy üzü sizə böyük bir cəsarət, özünə inam və hədəflərinizə doğru birbaşa addımlamaq gücü bəxş edir.
Səhər tezdən masanızın arxasına keçdiyiniz andan etibarən bütün layihələrinizi nizama salmaq, mühüm görüşlər təyin etmək və gələcəyə dair strateji addımlar atmaq üçün inanılmaz bir motivasiya hiss edəcəksiniz. Bu gün rəhbərliklə mühüm danışıqlar aparmaq, vəzifə yüksəlişi və ya layihə təsdiqi istəmək üçün ideal zamandır. Sizin o zərif, lakin bir o qədər də qətiyyətli duruşunuz qarşınızdakı insanları heyran edəcək. Fiziki sağlamlığınıza da bugün xüsusi diqqət yetirməlisiniz. Tərəzi bürclərinin həssas nöqtəsi olan bel, böyrək və onurğa nahiyəsini qorumaq üçün uzun müddət eyni pozisiyada oturmamağa, gün ərzində bol su istehlak etməyə çalışın. Axşama doğru sosial həyatınızda böyük bir canlanma gözlənilir. Nüfuzlu və intellektual insanların bir araya gəldiyi bir tədbirə, seminara və ya dost məclisinə dəvət ala bilərsiniz. Bu mühitlərdə öz zövqlü üslubunuz və səmimi söhbətinizlə diqqət mərkəzində olacaq, gələcək karyeranızda sizə böyük qapılar aça biləcək yeni və əhəmiyyətli əlaqələr quracaqsınız. İş həftəsinin sonu 19 iyun cümə günü təqvimdə öz yerini aldıqda isə sizdə həftənin bütün yorğunluğunu geridə qoyub, sadəcə həyatın gözəlliklərindən zövq almaq istəyi oyanacaq. Cümə günü enerjiləri daxili dünyanızda eşq, harmoniya və estetikaya olan ehtiyacınızı zirvəyə daşıyır. İşlərinizi günün ilk yarısında nizamla və sürətlə bitirəcək, daxilinizdə həftə sonunun o rahatladıcı ab-havasını hiss etməyə başlayacaqsınız. Maliyyə baxımından bugün olduqca şanslı və bərəkətli bir gündür. Gözləmədiyiniz bir yerdən gələn pul, hədiyyə və ya köhnə bir investisiyanın müsbət nəticəsi gününüzü daha da şənləndirə bilər. Həmçinin bugün xarici görünüşünüzlə məşğul olmaq, qarderobunuzu yeniləmək, özünüzə qulluq etmək və ya gözəllik salonuna getmək üçün mükəmməl bir zamandır. Özünüzü bəyləndiyiniz zaman daxili özünə inamınız birbaşa artır və bu da auranıza yansıyır. Axşam saatlarında isə romantizm küləkləri tamamilə sizin xeyrinizə əsəcək. Əgər evlisinizsə və ya uzun müddətli münasibətiniz varsa, partnyorunuzla birlikdə gedəcəyiniz şik və sakit bir şam yeməyi aranızdakı sevgini və ehtirası yenidən alovlandıracaq. Subay tərəzilər isə bu cümə gecəsi qatılacaqları sosial mühitlərdə öz maqnit cazibələri ilə bir çox insanın nəzərini cəlb edəcək və bəlkə də gələcəkdə həyatlarında mühüm yer tutacaq o xüsusi insanla ilk vizual təması quracaqlar. Həftə sonunun ilk günü 20 iyun şənbə günü tamamilə sizin daxili rahatlığınıza, intellektual inkişafınıza və təbiətlə harmoniyada olmağınıza həsr olunmalıdır. Fəza sizə bugün şəhərin səs-küyündən, sosial medianın o yorucu axınından biraz uzaqlaşmağı və ruhunuzu sakitləşdirəcək məkanlara üz tutmağı məsləhət görür. Əgər imkanınız varsa, açıq havada, meşəlik bir ərazidə və ya dəniz kənarında gəzintiyə çıxmaq, təmiz havanı içinizə çəkmək bədəninizdə yığılmış bütün neqativ enerjini yuyub aparacaq. Şənbə günü həm də incəsənətlə maraqlanmaq, muzeyləri, sərgiləri ziyarət etmək və ya uzun zamandır oxumaq istədiyiniz estetik dəyəri olan bir kitaba başlamaq üçün əla zamandır. Dostlarınızla olan münasibətlərdə bugün səmimiyyət və dərin söhbətlər hakim olacaq. Köhnə və güvəndiyiniz bir neçə dostunuzu evinizə dəvət edə bilərsiniz. Sizin o məşhur qonaqpərvərliyiniz, zövqlə bəzədiyiniz süfrə və isti atmosfer hər kəsə xoşbəxtlik bəxş edəcək. Həyatın sürətlə axdığı bu dövrdə belə səmimi mühitlərdə olmaq sizə daxili bir sabitlik və güvən hissi verəcək, ruhunuzun ehtiyacı olan o tarazlığı tam mənası ilə tapmağınıza kömək edəcək. Və nəhayət, həftənin son günü 21 iyun bazar günü gəlib çatır. Bugün sadəcə sıradan bir istirahət günü deyil, astroloji təqvimdə ilin ən mühüm dönüş nöqtələrindən biri olan yay gündönümünün baş verdiyi və günəşin xərçəng bürcünə rəsmi keçid etdiyi möhtəşəm bir gündür. Sizin üçün bu kosmik hadisə karyeranız, sosial statusunuz, cəmiyyətdəki yeriniz və gələcək hədəfləriniz üzərinə böyük bir işıq salır. Bazar gününü növbəti aylarda reallaşdırmaq istədiyiniz peşəkar planları cızmaq, vizyonunuzu genişləndirmək və keçən həftənin daxili hesabatını aparmaq üçün mütləq istifadə edin. Özünüzə qarşı tamamilə dürüst olun, həyatınızda nələrin tarazlığını itirdiyini və fəaliyyətinizdə hansı strateji dəyişiklikləri etməli olduğunuzu müəyyənləşdirin. Günün ikinci yarısında ailə böyüklərinizlə və ya sizə həyatda bələdçilik edən nüfuzlu insanlarla ünsiyyətdə ola bilərsiniz. Onların verəcəyi məsləhətlər gələcək addımlarınızda sizə çox böyük fayda təmin edəcək. Axşam saatlarında isə yeni həftəyə ruhi və fiziki olaraq hazırlaşmaq üçün özünüzə sakitlik tanıyın. Yüngül bir meditasiya, daxili səssizlik və gələcəyə dair gözəl niyyətlər tutmaq sizə yeni həftəyə tam enerjili, balanslaşdırılmış və inamlı bir tərəzi kimi başlamaq şansı verəcək.
Kainatın sizə bəxş etdiyi bu gözəl harmoniya enerjisinə güvənin və hər zaman öz daxili işığınızı ətrafınıza yaymağa davam edin.